Təsəvvür edin ki, sakit bir kitabxanadasınız. Baxın, hər kəs pıçıltı ilə danışır. Rəflərdə belə pastel rəngli, sakitləşdirici üz qabıqları olan, insana dincilik vəd edən kitablar səliqə ilə düzülüb. Aha, klassik fərdi inkişaf bölməsi. Tamamilə oxuyucular rahat stullara əyləşib, nə bilim, öz daxili sülhlərini axtarırlar və qəfildən kimsə qapını təpi ilə aşır, otağın düz ortasına keçib, var gücü ilə həm də ən nalayiq sözlərdən istifadə edərək qışqırmağa başlayır. Dəhşətli mənzərədir. Hə, amma bax bizim bugünkü bu dərindən araşdırmamız üçün mənbə materialımız məhz o qışqırıqdır. Sizi burada salamlayıram çünki bugün çox fərqli bir kəşfə çıxacağıq. Qarşımızda sadəcə bir kitabın üz qabığı, oradakı bir neçə spesifik söz seçimi və bir də arxa planda işləyən olduqca aqressiv rəqəmsal marketinq izləri var. Özü də necə aqressiv? Həm, söhbət Mark Manson'ın düz bir nömrəli New York Times bestsellerine çevrilmiş o məşhur kitabından gedir. The Subtle Art of Not Giving a Fuck, yəni bir növ vecliyinə almamağın incə sənəti. Biz bugün bu vizual və psixoloji mexanizmləri, belə deyək, söküb yığacağıq. Missiyamız aydındır. Bu qısa mətin bizə nə edir? Sizin o kitabxana səhnəniz açığı sadəcə bədii bir təsvir deyil. O, bu dizaynın arxasında dayanan idrak psixologiyasının lap elə özüdür. Biz həmişə məlumatın dərinliyinə varmağı öyrəşmişik, amma bəzən hər şey göz qabağındadır. Bəli, o dərinlik birbaşa gözümüzün içinə girən səthi detallarda gizlənir. Mənbə materialımızdakı o qabarıq, az qala adamın gözünü deşən narıncı rəngə diqqət yetirin, siz də yəqin fərq etmisiniz. Aha, çox parlaq, yəni narahat edici bir narıncıdır. Çünki fərdi inkişaf sənayesinin yazılmamış qanunları var. Rənglər adətən ağ, açıq mavi, nə bilim, solğun yaşıl falan olur. Məqsəd oxucunun beynində serotonin, yəni o sakitlik və sülh hormonunu ifraz etdirməkdir. Rahatlaşdırmaq üçün. Tam olaraq. Narıncı isə, diqqət edin, yol təmiri nişanlarının, zəhərli maddələrin, xəbərdarlıqların rəngidir. O beynində sakitlik yox, adrenalin yaradır. Və o məşhur söyüşün üzərindəki mürəkkəb ləkəsi var ha, yəni o ink splat. Hə, o ləkə. Mənə həmişə maraqlı gəlmişdi o. Baxın, ənənəvi senzura ulduz işarələri ilə çox səliqəli nizamlı şəkildə edilir. Bu ləkə isə qəsdən edilmiş bir xaosdur. O ləkə vizual olaraq sizin beyninizə deyir ki, sənə bu vaxta qədər satılan o hər şey gözəl olacaq nağılı sadəcə yalandır. Həyat belə deyək, səliqəsizdir. Aydındır. Amma mənim burada çox ciddi şübhələrim var. Yəni, söylədikləriniz qulağa çox fəlsəfi səslənir. Lakin gəlin bir reallıqla üzləşək. Bəlkə bu sadəcə rəqabətli bir bazarda, nə bilim, rəfdən boylanmaq, Amazon alqoritmlərini sındırmaq üçün düşünülmüş ucuz bir şok effekti, bir səs-küydür. Çox haqlı bir sualdır. Çünki əgər sən sadəcə diqqət cəlb etmək istəyirsənsə, qışqırmaq, yəni ən asan yoldur. Məni düşündürən əsas məsələ bu aqressiv vizualın dərhal ardınca gələn ifadədir. Orada deyir, the subtle art, yəni incə sənət. Açıq-aşkar bir söyüş və dərhal yanında incə sənət. Təzadın özüdür. Hə, bu ikisi eyni cümlədə necə yaşaya bilər axı? Sanki, bilmirəm, küçək xuliqanına smoking geyindiriblər. Bu təzad bizə nə vəd edir? Yoxsa bu da sadəcə marketinq üçün bir söz oyunudur? Əgər bu sadəcə bir yeniyetmə qışqırığı olsaydı, bəli, mən sizinlə razılaşardım. Çox ucuz bir fən olardı və yəqin ki, bir neçə min nüsxə satılıb yoxa çıxardı. Amma bu başlıq əslində çox dərin bir bioloji... Bəli, bioloji və təkamül reallığına toxunur. Bizim bioloji quruluşumuz, beynimiz nələrəsə əhəmiyyət vermək, qayğı göstərmək üçün proqramlaşdırılıb. Təsəvvür edin, ibtidai icma quruluşundayıq. Əgər sən qəbiləndəki insanların sənin haqqında nə düşündüyünü vecə almasaydın, böyük ehtimalla qovulardın. Və təbiətdə tək başına məhv olardın, düzdür. Tamamilə düzdür. Yəni, vecə almaq əslində bir sağalma mexanizmidir. Mansonun o incə sənət adlandırdığı məsələ məhz bu bioloji təmələ əsaslanır. O demir ki, heç nəyi vecə almayın. Çünki bu qeyri-mümkündür. Bəli, bu qeyri-mümkündür. O bildirir ki, bizim vecə alma ehtiyatımız, yəni enerjimiz məhduddur. İncə sənət o qısa və məhdud enerjini hara, hansı problemlərə xərcləyəcəyimizi şuurlu şəkildə seçmək bacarığıdır. Aha,
Bax, bu yanaşma məni biraz fərqli düşünməyə vadar etdi. İndi sizi dinləyirəm və ağlıma bədənimizin immunitet sistemi gəlir. İmmunitet sistemi bizi xəstəliklərdən, viruslardan qorumaq üçün var, düzdür? Aha. Lakin bəzən bu sistem tamamilə zərərsiz bir şeyə, məsələn, yazda uçan bir çiçək tozuna və ya sadəcə bir fıstığa qarşı həddindən artıq kəskin, az qala insanı öldürəcək dərəcədə reaksiya verir. Biz buna allergiya deyirik. Görünür, beynimizdə də belə deyək, zehni allergiya var. Çox dəqiq bir mexanizm təsviridir bu, həqiqətən. Elə deyil. Yəni, bizim o qədim, sağ qalma mexanizmimiz müasir dövrdə elə bilir xarab olub. Bizi tıxacda sıxışdıran bir sürücüyə, sosial mediada şəklimizi bəyənməyən bir tanışa ya da ofisdəki xırda bir dedikoduya qarşı beynimiz elə reaksiya verir ki, sanki pələnglə üz-üzə qalmışıq. Bəli, adrenalin tavan edir. Deməli, kitabın bizə təklif etdiyi bu incə sənət əslində bu zehni allergiyanı müalicə etmək, nəyə reaksiya verib, nəyə verməyəcəyimizi kalibrləməkdir. Tam olaraq belədir. Müasir dövrdə məlumatın və ya xəbərdarlıqların çoxluğu bizi daimi bir yüksək hazırlıq vəziyyətində saxlayır. İnsanlar o qədər çox və əslində əhəmiyyətsiz şeylərə enerji xərcləyirlər ki, sonda emosional tükənmə, yəni o məşhur burnout yaşayırlar. Düzdür. Və kitabın milyonlarla satmasının qlobal bir fenomenə çevrilməsinin arxasındakı sirr də budur. İnsanlar artıq hər şeyi mükəmməl etməkdən, hər kəsi razı salmağa çalışmaqdan o qədər yorulublar ki, bu başlıq, sizin üçün də maraqlı olardı, onlara psixoloji bir icazə vərəqəsi verdi. İcazə verdi ki, boş versinlər. Bəli, icazə verdi ki, bəzi şeyləri, bəzi insanları və bəzi gözləntiləri sadəcə olaraq rədd etsinlər və buna görə zərrə qədər də vicdan azabı çəkməsinlər. Yaxşı, bu isə aydındır. Gəlin indi məsələni bir qədər də dərinləşdirək. Başlığın fəlsəfəsini, yəni qəbul etdik, amma bu kitabın alt başlığı məni yenə şübhələr içində qoyur. Orada nə deyir? Orada deyilir, a counterintuitive approach to living a good life, yəni yaxşı bir həyat yaşamaq üçün əks-intuitiv yanaşma. Sizi dinləyən hər kəs, bizi dinləyən sizlər də bilirsiniz ki, bizim bütün həyatımız müəyyən intuisiyalar, instinktlər üzərində qurulub. Aha, təbii ki. Bizə uşaqlıqdan öyrədiblər ki, yaxşı bir həyat istəyirsənsə, daha çox çalışmalısan, daha çox şeyə nail olmalısan, həmişə müsbət düşünməlisən. Manson isə gəlib bizə deyir ki, yox, sizin intuisiyanız sizi məhv edir. Əgər mən bu qədər şeyi vecimə almasam, daxili bir laqeydlik divarı hörsəm, mən həmin o yaxşı həyatı necə inşa edə bilərəm? Birinə çevirməzmi? Sizin bu şübhəniz tamamilə təbiidir. Çünki bizim beynimiz fəaliyyəti, hərəkəti həmişə faydalı bir şey kimi qəbul edir. Nə isə edirsənsə, demək irəli gedirsən. Amma əks-intuitiv sözünün arxasında dayanan idrak mexanizmi biraz fərqli işləyir. Fəlsəfədə və psixologiyada geriyə işləyən qanun, yəni backwards law adlanan bir konsepsiya var. Aha, o nədir elə? İngilis mütəfəkkiri Alan Watts bu barədə çox gözəl bir fikir səsləndirib. Deyir ki, müsbət bir təcrübə arzulamaq özlüyündə mənfi bir təcrübədir. Mənfi bir təcrübəni qəbul etmək isə özlüyündə müsbət bir təcrübədir. Bir dəqiqə, müsbət arzulamaq mənfidir, biraz qəliz səslənir. Baxın, təsəvvür edin ki, siz yaxşı həyat üçün hər zaman xoşbəxt olmalı olduğunuzu düşünürsünüz. Sizin intuisiyanız deyir ki, mən indi bu dəqiqə xoşbəxt olmalıyam. Amma əgər o an xoşbəxt deyilsinizsə, niyə xoşbəxt olmadığınızı düşünüb daha da stresə düşürsünüz? Hə, öz-özünü yeyirsən bir növ. Bəli, yəni xoşbəxtliyə həddindən artıq çox istəmək sizi bədbəxt edir. Mansonun əks-intuitiv yanaşması isə deyir ki, mükəmməl olmamağı, bəzən uğursuzluğa düçar olmağı, bəzən ağrı çəkməyi normal qəbul edin. Ağrını vecası almamaq, ona qarşı müqaviməti dayandırmaq insana əsil azadlığı və o bəhs edilən yaxşı həyatı bəxş edir. Başa düşdüm. Çünki enerjinizi o ağrı ilə bitməyən bir mübarizəyə deyil, sizin üçün həqiqətən əhəmiyyətli olan kiçik, amma mənalı hədəflərə yönəldirsiniz. Mən bunu nəyə bənzətdim? Bu, lap yuxuya getməyə çalışmaq kimidir. Aha, çox gözəl analogiyadır. Yəni, yuxuya getmək üçün nə qədər çox cəhd etsən, nə qədər öz-özünə, niyə hələ də yatmıram, səhər işə gedəcəm deyə əsəbiləşsən, yuxu səndən bir o qədər qaçır, intuisiya sənə deyir ki, özünü məcbur et,
gözlərini yum, amma əks intuitiv yanaşma deyir ki, sadəcə boş ver, oyanıq qalmağı qəbul et və məhz o zaman heç fərqinə varmadan yuxuya gedirsən. Tamamilə mexanizm eynidir. İndi mən o alt başlığın mexanizmini daha aydın görürəm. Toksik pozitivlik bizi o qədər yükləyib ki, daimi bir inkişaf etməliyəm təzyiqi altında elə bil əzilirdik. Elədir. Amma gəlin mənbə materialımızda məni əsl, belə deyək, ən çox təəccübləndirən digər bir detala keçək. Çünki mən bu mətnə baxanda bunu sadəcə tək bir kitabın fəlsəfəsi olmadığını görürəm. Burada ustalıqla hörülmüş bir brendin məntəqi davamı var. Üz qabığındakı o kiçik amma çox diqqət çəkici stikerə baxın. Orada yazılıb, Author of the new book, Everything is Fucked, a book about hope. Aha, ikinci kitabın anonsu. Bəli, yəni yeni kitabın müəllifi Hər şey bərbaddır, ümid haqqında bir kitab. İndi gəl bunu həzm elə. Hər şey bərbaddır kimi son dərəcə qaranlıq, nihilistik və dağıdıcı bir cümlənin ardınca dərhal ümid haqqında bir kitab demək. Yəni ümid ümumiyyətlə işıqla, gələcəyə inamla bağlı bir şey deyilmi? Çoxumuz elə bilirik, bəli. Mən bunu başa düşmürəm. Necə olur ki, ən dərin ümidsizliyin lap təməlində ümid axtarılır? Bu, mənə elə gəlir ki, sanki bataqlığın ortasında göydələn tikməyə çalışmaqdır. Yəni, təməl yoxdur axı. Sizin bu bataqlıq analogiyanız həqiqətən çox maraqlıdır. Amma mən icazənizlə məsələyə tam fərqli bir prizmadan, belə deyək, zəlzələ və dağıntı prizmasından yanaşmaq istəyirəm. Buyurun, dinləyirəm. Təsəvvür edin ki, böyük bir zəlzələ olub və bir bina tamamilə çöküb. İndi, əgər kimsə gəlib o dağıntıların, o xarabalıqların üzərinə birbaşa təzə boya çəkib, hər şey yaxşıdır, narahat olmayın, gəlin elə burada yaşayaq, desə, siz ona inanarsınızmı? Əlbəttə yox. Yəni adama dəli deyərlər. Sizin ilk reaksiyanız, bəli, sən dəlisən, görmürsən hər yer dağılıb olacaq. Baxın, müasir insanın psixologiyası da məhz o zəlzələdən çıxmış bina kimidir. Qlobal böhranlar, iqtisadi qeyri-müəyyənliklər, sosial medianın o yaratdığı reallıqdan qopma hissi, İnsanlar artıq hər şey yaxşı olacaq deyən o klassik ümid nağıllarına inanmırlar. İnanmırlar çünki reallıq başqadır. Bəli, onların beyinlərində güclü bir müdafiə mexanizmi, bir növ skeptisizm divarı yaranıb və Manson bunu çox yaxşı anlayır. Ona görə də o sizinlə ümid haqqında danışmazdan əvvəl o zəlzələnin varlığını, o dağıntını təsdiqləyir. Hər şey bərbaddır, deyərək sizin hisslərinizi validasiya edir. İnsan psixologiyasında bilirsiniz, ən böyük rahatlama nədir? Nədir? Hisslərimizin, dərdlərimizin başqası tərəfindən təsdiq edildiyi andır. Yəni sən əvvəlcə mənə deyirsən ki, hə, dünya həqiqətən də qəddar və mənasız yerdir, sən haqlısan. Mən də sənə, nəhayət ki, məni anlayan biri çıxdı deyib, o içimdəki müdafiə divarımı aşağı salıram. Tamamilə. Divar aşağı endikdən, siz o radikal dürüstlükdən təsəlli tapdıqdan sonra, o dağıntıları təmizləyib o möhkəm qaya təməlini tapır və deyir ki, saxta illüziyalar üzərində qurulan ümid çox kövrəkdir. Ancaq reallığın bütün o çirkinliyini, hər şeyin həqiqətən bərbad olduğunu qəbul etdikdən sonra qurulan ümid isə məğlub edilməzdir. Çox ağıllı gedişdi. Bu, psixoloji manipulyasiya deyil əslində. Bu, sadəcə olaraq müasir dövrün o dediyimiz skeptik beyninə ümid mesajını sızdırmaq üçün yeganə işlək yoldur. İnsanlar o stikeri oxuyanda bu paradoks onlara qəribə gəlmir. Əksinə, reallıq hissi verir onlara. Baxın, məhz bu yerdə mən o skeptik beynimi tam gücü ilə işə salmalıyam. Yəni, siz çox gözəl izah etdiniz ki, necə bu əks-intuitiv fəlsəfə bizi azad edir, necə bizə əhəmiyyətsiz şeyləri boş verməyə öyrədir. Aha. Amma mənbə materialımıza diqqətlə baxanda mən arxa planda çox fərqli, həm də dərindən narahat edici bir mənzərə görürəm. Baxın, mənbəmiz sadəcə fiziki bir kitab qabığı deyil, bu rəqəmsal bir səhifənin görüntüsüdür. Aha, rəqəmsal izlər. Bəli, arxa fonda qəsdən oxunmaz dərəcədə bulanıqlaşdırılmış, yəni o blur effekti verilmiş mətn var və bu bulanıq xaosun düz ortasında heç də bulanıq olmayan, son dərəcə net, tünd göy rəngli, iri, az qala aqressiv düymələr təkrar-təkrar qarşımıza çıxır. Orada nə yazılıb? Get a copy of this book. Yəni, bu kitabın bir nüsxəsini əldə et. Ekranı biraz aşağı sürüşdürürsən, yenə o düymə. Biraz da sürüşdürürsən, yenə eyni tala. Bəli, standart marketinq səhifəsi.
Məsələ də elə budur axı. Bu, mənə dəhşətli dərəcədə ziddiyyətli gəlir. Yəni, bir tərəfdə dünyanın xırda dərdlərini, təzyiqlərini vecə alma deyən bir yazar var, digər tərəfdə isə həmin bu azadlıq fəlsəfəsini satmaq üçün insan psixologiyasının ən zəif nöqtələrinə zərbə vuran, alqoritmləri saniyə bə saniyə hesablanmış nəhəng bir rəqəmsal marketinq maşını var. Haqlı bir sualdır. Əgər mən doğrudan da heç nəyi vecimə almamalıyamsa, niyə arxada mənə o kitabı aldırmaq üçün bu qədər dəridən qabıqdan çıxan bir sistem işləyir, bu qədər optimallaşdırılmış o funnel adlandırılan satış tələləri qurmaq əslində müəllifin öz mesajına xəyanət etməsi deyilmi? Özü vecinə alır axı satmağı. Sizin bu hücumunuz, necə deyərlər, tamamilə haqlıdır və əslində günümüzün ən böyük intellektual paradoksunu ifşa edir. Gəlin o blur, yəni bulanıq effekti və təkrar olunan göy düymələrin beynimizdə necə işlədiyini, niyə oxucuların bu riyakarlığı görməzdən gəldiyini açaq. Hə, zəhmət olmasa, çünki bu mənə çox qəribə gəlir. Psixologiyada Zeigarnik effekti deyilən bir anlayış var. Beyin yarımçıq qalmış, tamamlanmamış və ya tam aydın olmayan şeyləri xatırlamağa və onlara fokuslamağa daha çox meyillidir. O, arxa fondakı bulanıq mətin sizin beyninizdə qeyri-ixtiyari bir natamamlıq hissi yaradır, sizi qıcıqlandırır, siz nəyin gizlədildiyini anlamaq istəyirsiniz. Aha, beynim o boşluğu doldurmağa çalışır. Bəli, və o xaosun, o qeyri-müəyyənliyin içində sistem sizə çox aydın, rənginə görə güvən təlqin edən mavi bir çıxış yolu, bir hərəkət düyməsi təklif edir. Beyinə verilən siqnal budur. Düyməni bas və bu qeyri-müəyyənlikdən xilas ol. Bu ki, birbaşa manipulyasiyadır. Bəli, bu ən yüksək səviyyəli, təmiz, amansız bir marketinq hunisidir, yəni o marketinq funnel. Yaxşı, bəs vecinə almamaq fəlsəfəsini axtaran oxucu bu aqressiv satış tələsini necə qəbul edir? Çünki burada açıq-aşkar koqnitiv dissonans, yəni zehni uyğunsuzluq yaranır. Səbəb odur ki, müasir cəmiyyətdə ideyaların yayılması formasıyla ideyanın özü artıq bir-birindən ayrılıb. Təsəvvür edin, antikapitalist bir hərəkatın lideri belə mesajını kütlələrə çatdırmaq üçün o korporativ sosial media platformalarından istifadə etməyə məcburdur. Yəni, siz demək istəyirsiniz ki, insanlar bu ikili standartı şuurlu şəkildə qəbul edirlər. Mən bilirəm ki, bu adam mənə nəyisə satmaq üçün arxada marketinq oyunları oynayır, məni məcbur edir, amma satdığı məhsul, yəni bu fəlsəfə, mənim ağrımı kəsəcəksə, mən bu oyunda iştirak etməyə razıyam. Bu cür? Bəli, bir növ daxili razılaşmadır. Çox absurd səslənir. Biz sanki rəqəmsal dünyanın bizi ən çox stresə salan mexanizmlərindən, o ardıcıl reklamlardan, təkidli düymələrdən istifadə edərək məhz o stresdən qurtulmağın yolunu axtarırıq. Çox gözəl ifadə etdiniz. Zəhrin məhz zəhərlə müalicə olunması kimi bir şeydir bu. Mansın oxucuya fərdi səviyyədə bir sakitlik, bəzi şeyləri boş vermək azadlığı vəd edir. Amma o özü də çox yaxşı bilir ki, bu vədi dünyanın indiki o böyük səsküyü içindən sizə çatdırmaq üçün o səsküydən daha aqressiv olmalıdır. Səsinə eşidirtmək üçün. Təbii. Bu, bir nömrəli New York Times bestselleri olmağın yazılmamış qaydasıdır. Fikrin nə qədər əks-intuitiv, nə qədər fərqli olursa olsun, o fikri bazara çıxaran maşın ən ənənəvi, ən sübut olunmuş və bəzən ən sıxıcı vasitələrdən istifadə etməlidir. Dinləyicilərimiz, yəni siz də çox vaxt bu düymələrə klikləyərkən o marketinq alqoritminin qurbanı olmursunuz. Siz sadəcə olaraq o fəlsəfənin həyatınızda yaradacağı o kiçik azadlıq hissinə bir növ sərmayə qoyursunuz. Oxucu fəlsəfə ilə marketinqi beynində iki fərqli qutuya ayırır. Bütün bu ziddiyyətlərin içindən çıxardığımız nəticə bizi, yəni hamımızı çox fərqli bir sualla baş-başa qoyur. Siz bizi dinləyirsiniz və bəlkə də düşünürsünüz ki, mən heç vaxt o narıncı kitaba toxunmaram və ya mən o aqressiv düymələrə heç vaxt aldanmaram. Amma məsələ Mansının kitabını alıb almamağınız deyil. Məsələ o əks-intuitiv və ya geriyə işləyən idrak mexanizminin tam özüdür. Doğrudur, çox doğru vurğuladınız. Əsas məsələ biz günümüzü, enerjimizi və xüsusən də məhdud olan o emosional resurslarımızı hara xərcləyərik. Bəzən həyatımızda ən çox yaxşılaşdırmaq istədiyimiz sahəni məhz o sahəyə həddindən artıq fokuslandığımız, həddindən çox vecə aldığımız üçün məhv edirik. Çox vaxt belə olur. Ona görə də sizə, yəni bu dərin analizə bizimlə qatılan hər birinizə təxribatçı, amma vacib bir sual buraxmaq istəyərəm bugünkü araşdırmamızın sonunda.
İndi bir anlıq öz həyatınıza kənardan bir baxın. Sizin o kiçik qəbilədən qovulma qorxunuzu ən çox hansı sahədə hiss edirsiniz? Karyeranızda daim hər kəsdən bir addım öndə olmaq məcburiyyətindəmi? Ya da bəlkə övladınızı cəmiyyətin standartlarına uyğun mükəmməl böyütmək təzyiqində. Yoxsa sadəcə güzgüdə özünüzə baxanda gördüyünüz o xırda, əslində heç kimin fikir vermədiyi qüsurlarda. Əgər bu gündən etibarən məhz həmin o ən çox yorulduğunuz, sizi içərdən tükədən o spesifik sahədə bütün idarə etməni əldən buraxsanız, necə deyərlər, vecliyinə almamaq sənətinin ən aqressiv, ən xaos dolu versiyasını ora tətbiq etsəniz nə baş verər? Dağlar hər şey. Bax, sual da budur. Dağılacağından qorxduğunuz o struktur, bəlkə də məhz siz onu sərbəst buraxdığınız üçün əsl nəfəs almağa başlayacaq. Bəlkə də axtardığınız və o pastel rəngli sakitləşdirici kitablarda tapa bilmədiyiniz o həqiqi sülh, məhz heç vaxt baxmaq istəmədiyiniz o xaotik mürəkkəb ləkəsinin düz mərkəzində gizlənib. Bunu sınamadan, yoxlamadan heç vaxt bilməyəcəksiniz. Çox güclü, həqiqətən çox düşündürücü bir fikirdir. Bu sualla da bugünkü söhbətimizi yekunlaşdıraq. Bu qədər dərin və ziddiyyətli bir mövzunu bizimlə bərabər söküb yığdığınız üçün, bu dərin araşdırmamıza qoşulduğunuz üçün hər birinizə təşəkkür edirik. Növbəti dəfə mətləbə birbaşa keçdiyimiz tamam fərqli kəşflərdə, fərqli mənbələrdə görüşmək ümidi ilə